Nə istəyirsiniz sifariş vereyim? Mən sendviç istəyirəm. Məndəki pizza istəyirəm. Ay bala, heç olmasa mənə baxın da mən telefon deyiləm ki. Qardaşım, zəhmət olmasa bir dənə pizza, bir dənə sendviç, bir dənə mənə çay. Pizza çək. Sendviç çək. Nuş olsun. O, mesaj gəldi. Salam uşaqlar, mən atanızam. Hazırda qarşınızda oturmuşam. Vaxtınız olanda başınızı qaldırıb üzümə baxarsınız. Ata, sən niyə bizə mesaj atmısan? Yanımızdasan da sözünü de. Ay bala, elə mən də onu deyirəm da. Mesaj atan kimi həmən telefona baxdınız. Amma bayaqdan danışıram, heç üzümə baxmırsınız. Bütün günü işləyirəm, axşam evə gəldim, deyirəm sizlə biraz vaxt keçirdim, telefonla oynayırsınız. Bugün gətirmişəm burada biraz vaxt keçirdi. Yenə telefondasınız. Ata, biz səni eşidirik. Ay uşaqlar, eşitmək başqa şeydir, dinləmək başqa. Mən sizə istədiyiniz yeməyi alıram, amma 5 dəqiqə vaxtınızı ala bilmirəm. Ata, bu pizzanı mən sənə verirəm. Bu qədər gözəl ataya bir də çay bəs eləməz, nuş olsun. Ata, bu kartoflini də sənə verirəm. Ay bala, sən niyə mənə bir dənə kartoşka fil verirsən? Heç olmasa sendviçin yarısını ver də. Ata, sənə bir dənə bəsdir. Çünki mən bunların hamısını yeyəndə mən böyüməliyəm. Uca sən böyümüsən. Sağ ol ay bala, payın artıq olsun. İnşallah ki mən sənin ümidivə qalmaram.